Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillah. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Değerli bacı ve kardeşler, biz sizinle demek fiqh dersinde oruç hakkında veya daha doğrusu desək Ramazan orucu hakkında danışacağıq. Ramazan orucunun vacib edilməsinin şərtləri nələrdir? Biz keçən dərsimizdə oruc haqqında ümumi məlumatlar verdik və Ramazan orucunun fəziləti haqqında və s. danışdıq və Ramazan ayı necə başlayır, necə yekunlaşır, bu haqda sizə ümumi məlumat verdik və bugün isə Ramazan orucunun vacib olmaq şərtləri haqqında danışacağıq. Bilirsiniz ki, hər bir əməlin bir insana vacib olması üçün müəyyən şərtlər var. Yəni, İslam şəriəti həm mərhəmətli, həm ədalətli şəriətdir və dinimiz hər bir insana, yəni kimliyindən asılı olmayaraq şəriət hökmlərini yükləməyib. Şəriət hökmlərinin insanın icra etməsi üçün müəyyən şərtlər qoyub və qaydalar qoyub ki, bu qaydalar və bu şərtlər çərçivəsində ibadət bir kimsəyə vacib edilir. O cümlədən də Ramazan orucu da hər kəsə vacib deyil. Bu orucun vacib olması üçün müəyyən şərtlər vardır. Şərtlərin başlıcası bir çox ibadətlərdə olduğu kimi birincisi İslamdır. Yəni, Ramazan orucu kafirə vacib deyil. Birinci deməli, şərt budur ki, insan müsəlman olsun. Hətta kafir insan oruç tutsa belə, onun tutduğu oruc qəbul edilmir, yəni məqbul sayılmır. İkinci şərt, insanın həddi buluğa çatmasıdır. Yəni, yetkinlik yaşına çatmasıdır. Yəni, bu o deməkdir ki, Ramazan orucu uşaqlara vacib deyil. Yəni, həddi buluğa çatmayan, yəni yetkinlik dövrünə çatmayan uşaqlara vacib deyil və onlar deməli, uşaq əgər həddi buluğa çatmamış oruç tutsa, onun tutduğu oruc doğrudur. Yəni, orucu sayılır, amma orucun savabını almır. Onun orucun savabı onu öyrədən insana gedir. Yəni, onun valideynidirsə, valideynlərinə gedir onun savabı. Amma o özü savab qazanır həddi buluğa çatandan sonra. Üçüncü şərt budur ki, oruc aqil insana vacibdir. Yəni, ağlı başında olan insana vacibdir. Yəni, dəli insana oruc vacib deyil. Və hətta dəli insan oruc tutsa belə, onun orucu məqbul sayılmır. Yəni, keçərli deyil. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, üç insandan qələm qalxmışdır. Yəni, onlara günah yazılmaz. Yatan insanı oyanana qədər, uşaq həddi buluğa çatana qədər və dəli insan ağlı başına qaydana qədər. Əbu Davud və Tirmizi rəvayət edib və Şeyx Əlbani buyurub ki, bu hədis səhihdir. Dördüncü şərt, deməli, oruç tutan insanın öz yaşadığı məmləkətdə olmasıdır. Yəni, müsafir olmamasıdır. Yəni, müsafirə oruç tutmaq vacib deyil. Beşinci şərt, oruç tutmaq iqtidarında olmaqdır. Yəni, o insan ki, oruç tutmaq iqtidarındadır, oruc ona vacibdir. Amma o adamın ki, oruç tutmağa iqtidarında deyil, ona oruc vacib sayılmır. Məsələn, xəstə bir insan kimi, yəni xəstə insana oruç tutmaq vacib deyil. Məsələn, Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَمَنْ كَانَ مَرِيدًا اَوْ عَلَى سَفَرٍ Kim xəstə olsa və ya səfərdə olsa فَعِدَّةٌ مِنْ əyyəmin uxar O, həmin günlərin əvəzinə başqa günlərdə oruç tutsun. Bəqərə surəsi 185-ci ayə. Demək, həm səfərdə olmaq, həm xəstə olmaq nədir? Oruç tutmaq üçün üzürdür, yəni tutmamaq üçün üzürdür. Yəni, belə insana oruc vacib deyil. Və bu haqda inşallah qarşıdakı dərslərimizdə ətraflı izahat verəcəyik. Altıncı şərt, qadının heyz və nifasdan təmizlənməsidir. Yəni, əgər qadın heyz və nifasdan təmizlənibsə, demək nədir? O zaman ona oruc vacibdir. Amma əgər qadın heyz və nifas halındadırsa, ona oruc tutmaq vacib deyil. Və hətta nəinki vacib deyil, ona oruc tutmaq haramdır. Yəni, heyz bilirsiniz nədir? Yəni, aybaşı. Nifas isə doğuşdan sonra 40 gün ərzində qanaxmanın olmasıdır. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, məyər görmürsünüzmü ki, qadın aybaşı olanda namaz qılmır və oruç tutmur? Buxari rəvayət etmişdir. Və həmçinin bilmək lazımdır ki, qadın bu günlərdə, yəni heyz və nifas günlərində nə oruç tutmur, nə namaz qılmır. Amma bu günlər qutarandan sonra orucu qəza eləyir. Yəni, orucun qəzasını başqa günlərdə tutacaq. Amma namazın qəzasını isə yerinə
yetirməyəcək. Yəni, bu ona vacib deyil və ondan tələb olunmur. Ayşə anamız buyurur ki, Allah ondan razı olsun, biz deyir Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin vaxtında aybaşı olan qadınlar bizə əmr olunurdu ki, yəni Ramazan orucunu qəza edək. Ancaq namazı qəza etmək isə bizə əmr olunmurdu, yəni bizdən tələb olunmurdu. Daha Müslim rəvayət etmişdir. Demək belə. Keçək növbəti mövzumuza. Növbəti mövzumuz orucun qismləridir. Yəni orucun növləridir. Oruc iki qismə bölünür. Əmr olunan oruclar və qadağan olunan oruclar. Və indi sizinlə qarşıda öyrənəcəyik, hamısının təfsilatını öyrənəcək ki, əmr olunanlar hansılardır və qadağan olunanlar hansıdır. Şəriətin əmr etdiyi oruclar iki qismdir. Birinci vacib orucdur. Yəni, müsəlmana etməsi vacib olan oruclardır. Və bu vacib oruclar da iki növdədir. Biri şəriətin əsli hökmü ilə vacibdir. Yəni, İslamın əsasları olaraq vacibdir. Bu, Ramazan ayının orucudur. Və bütün ümmət ittifaq edib ki, Ramazan ayının orucu nədir? Müsəlmana vacibdir. İkinci vacib orucu isə, ikinci növ vacib orucu isə hər hansı bir səbəblə vacib olan orucdur. Yəni, əslən vacib deyil, amma müəyyən bir səbəblərə görə vacib olub. Deyək ki, məsələn, insan nəzir edib ki, mənim işim düzəlsin, 5 gün oruç tutacam, məsələn. Bu insana nədir? Bu nəzir səbəbi ilə oruç tutmaq vacibdir. Və ya kəffarəsi var və kəffarəni orucla verməlidir. Belə insana kəffarəyə görə nədir? Oruç tutmaq vacibdir. Və ya qəza orucları var. Ramazanda tutmayıb, indi onun üzərində qəza var və bu səbəblə nədir? Ona oruç tutmaq vacibdir. Deməli, əmr olunan orucların vacibi iki növdür dedik. İndi isə keçək müstəhəb oruclara. Yəni, əmr olunan oruc var, bir də müstəhəb oruc var. Müstəhəb oruc, yəni insanın könüllü tutduğu oruclardır. Yəni, tatavu və nafilə və müstəhəb oruclar hamısı bu qismə aiddir. Və deməli, bu orucların da iki qismə var. Yəni, iki növü var. Birinci növ, ümumi nafilə oruclar, yəni heç bir səbəbdən və heç bir zamana bağlı olmayan deməli, oruclardır. Ki, məsələn, qadağan olunmuş günlərdən başqa istənilən bir vaxt tuta bilərsən. Yəni, bu ümumi nafilə oruclara aiddir. Deyək ki, məsələn, hər hansı bir səbəb yoxdur, ürəyindən keçdi, sabah oruç tutmaq istəyirsən, tuta bilərsən. İkinci növ isə müəyyən bir vaxtla belə deyək də məhdudlaşan və ya əlaqələndirilən bir oruclardır. Deyək ki, məsələn, Şəvval ayının 6 gününün orucunu tutmaq. Yəni, Şəvval ayının 6 günün orucunu tutmaq, bu müəyyən bir vaxtla məhdudlaşdırılmış orucdur, təyin edilmiş bir orucdur. Və ya, məsələn, 1-ci və 4-cü günlər oruc tutmaq, Ərəfa günü və ya Aşura gününün, məsələn, 9-u, 10-u, 10-u, 11-i, yəni bu kimi səbəbli olan oruclar nədir? Nafilə orucların ikinci növüdür. Sonra gəlir bizə qadağan olunan oruclar, şəriətlə qadağan olunan oruclar. Onlar da iki qismə bölünür. Deməli, haram olan oruclar var. Yəni, orucun da haram olanı var. Bu heç də qəribə deyil. Hansı günlərdə oruç tutmaq haramdır? Məsələn, bayram günlərində. Ramazan bayramının günü və ya Qurban bayramı günü oruç tutmaq haramdır. Çünki bayramdır. Adından da görsəndiyi kimi bayramdır. Və o günləri bayram etmək lazımdır. Yəni, yeyib, içmək, sevinmək, Allaha şükür etmək lazımdır. Və həmçinin təşrik günlərində, yəni, həcdən sonra, yəni, Qurban bayramının səhərsi günü, 11-i, 12-si, 13-ü, yəni, Zülhiccə ayının 11, 12, 13-cü günləri həcdə olanlar üçün oruç tutmaq nədir? Qadağandır. Və həmçinin şək günlərində oruç tutmaq nədir? Deməli, qadağandır. Şək günü nədir? Yəni, bilmirsən, sabah Ramazan başlayır, yoxsa yox. Yəni, bu şək günündə oruç tutmaq olmaz. Məkruh oruclar var, yəni bəyənilməyən oruclar var. Onlar da ki, təkcə cümə günü oruç tutmaq, təkcə şənbə günü oruç tutmaq. Yəni, bu kimi oruclar nədir? Məkruh olan oruclardır. Və bildiyiniz kimi, Ramazan ayı Quran ayıdır. Yəni, Allah subhanahu wa ta'ala Quran-ı Kərimin Ramazan ayında nazil etmişdir. Və Ramazan ayının Quran ayı olmasına görə bizim sələflərimiz Ramazan ayına xüsusi önəm verərdilər. Və ən başlıca Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Quran-ı Kərimə xüsusi önəm verərdi. Və ondan da o yana
Allah Subhanahu wa Taala özü Cəbrail aleyhissalamı hər il Ramazan ayında göndərirdi Peyğəmbərimizin yanına ki, gəlib Peyğəmbərə sallallahu aleyhi və səlləmin Cəbrail aleyhissalam Quranı təkrar etdirsin. Hər Ramazan ayında bir dəfə Quranı xətm edirdi Peyğəmbərlə Cəbrail aleyhissalam. Amma ölümünün baş verdiyi ildə isə Cəbrail aleyhissalam 2 dəfə gəlir və 2 dəfə Quranı Peyğəmbərə sallallahu aleyhi və səlləmə təkrarladır. Və bu haqda da Fatimə anamızdan Allah ondan razı olsun rəvayət var ki, o atasından rəvayət edir ki, yəni Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm rəvayət edir ki, Peyğəmbərimiz ona xəbər verir ki, Cəbrail aleyhissalam ona hər il bir dəfə Quran təkrarlatmağa gəlirdi. Və bu il isə ona 2 dəfə Quran təkrarlatmaq üçün gəlir və bu haqda da hədisi deməli Buxari və Müslim rəvayət etmişdir. Və İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Cəbrail ilə Quranı təkrar etməsi gecələr olurdu. Yəni gecə vaxtı, yəni qiyam-ül leyl vaxtı, gecə vaxtı bunu edirdilər. Muttafaqun aleyhi, yəni Buxari və Müslim rəvayət etmişdir. Və ona görə də sələflərimiz Ramazan ayını Quran ayı olaraq dəyərləndirib və ona əməl etməyə çalışardılar. Və məsələn Zuhri rahiməhullah ondan rəvayət olunur ki, o Ramazan ayı gələndə, daxil olanda deyərdi ki, Ramazan ayı Quran ayıdır, yəni Quran oxumaq ayıdır və yemək yedirmək ayıdır. Yəni, həm iftar verirsən, həm də özünü Qurana həsr edirsən, yəni Quran oxuyursan. Və İmam Malik rahiməhullah ondan rəvayət olunur ki, Ramazan ayı daxil olanda o hədis oxumaqdan çəkinərdi. Yəni, hədisləri oxumazdı, hədisləri oxumağı tədris etməyi bir kənara qoyardı və elm məclislərindən azaldardı o məclislərə gəlməyi və Quran-ı Kərimdən, yəni mushafdan Quranı oxumağa yönələrdi. Yəni, sırf Quran oxumağa yönələrdi. Və həmçinin Sufyan-ı Səvri rahiməhullahdan rəvayət olunur ki, o, deməli, Ramazan ayı daxil olanda bütün ibadətləri tərk edərdi. Yəni, ona vacibləri yox, yəni 5 vaxt namazı yox təbii ki, nafilə ibadətləri tərk edərdi və özünü Quran oxumağa, Quran qirayətinə yönəldərdi. Və İmam Şafiidən rahiməhullahdan rəvayət olunub ki, o Ramazan ayında deməli, Quran-ı Kərimi 60 dəfə xətm edərdi. 60 dəfə xətm edərdi. Yəni, gün ərzində 2 dəfə Quranı xətm edərdi Şafii rahimehullah, belə rəvayət olunub. Və rəvayət olunur ki, həmin rəvayətdə deyilir ki, İmam Şafii rahimehullah bunu namaz xaricində edərdi. Yəni, qıldığı namazlar ayrı, amma sırf Quranı xətm eləmək üçün gündə 2 dəfə xətm edərdi. Və İbn Rəcəb rahimehullah İmam Şafiidən nəql olunan bu rəvayəti izah edərək buyurur ki, əslində Quranı 3 gündən az müddətdə oxumaq məkruhdur, yəni bəyənilmir. Yəni 3 gündən tez xətm etmək bəyənilmir. Ancaq bu ümumi il ərzindədir, yəni il boyu belə eləmək lazımdır. Amma Ramazan ayında o vaxt ki, günlər sayı məhduddur və vaxt azdır, vaxt qıtlığı var, o zaman insan 3 gündən də qısa müddətdə Quranı xətm edə bilər. Necə ki, İmam Şafii rahiməhullah etmişdir, o cür də edə bilər. Yəni, Ramazan ayında bir səbəbdir ki, insan 3 gündən az vaxtda Quran-ı Kərimi xətm eləyə bilsin. Və bizim burada eşitdiyimiz sözlər, sələflərimizin olan halları, vəziyyəti, əlbəttə ki, bunlar hamısı bizə Ramazan ayına necə məsuliyyətli yanaşmağı öyrədir və biz də çalışmalıyıq ki, Ramazan ayında daha çox Qurana üstünlük verək. Amma o ki, qaldı dərslərin davam etməsinə, elm məclislərinə qatılmaq və s. Əlbəttə ki, biz indi İmam Malik kimi bütün günümüzü Quran-ı Kərimi həsr edə bilmirik, çox təəssüflər olsun. Və ona görə də əgər biz Quran oxumaqla yanaşı elm də öyrənə biliriksə, bizim halımız və vəziyyətimiz göstərir ki, bu bizim üçün inşallah ki, daha xeyirli və faydalıdır. Amma hər halda əgər kimsə sırf Quran-ı Kərimə yönəlib, Quranı tilavət etməyə bacararsa və bütün gününü buna sərf etməyə bacararsa, nə gözəl, ona nə xoş müjdə. Belə, deməli, keçək inşallah Ramazan və orucun faydaları haqqında danışaq və bizim bir neçə məsələ var burada, onları da götürək, inşallah dərsimizi yekunlaşdıraq. Demək, birinci məsələ odur ki, oruc əlbəttə ki, bir ibadətdir. İbadətin ən birinci faydası bir ibadət olmasıdır. Yəni, bunun bizim
əməllərimizə sirayət etməsi əlbəttə ki, bizim imanımızın güclənməsinə daha da təsir edir. Odur ki, orucun faydalarını bilməkdə də müəyyən qədər bizim üçün fayda vardır. Odur ki, birinci fayda orucun budur ki, oruc tutmaq Allaha şükür etmək üçün bir səbəbdir. Yəni, bir yoldur, bir göstəricidir. İkinci fayda odur ki, oruc haramları tərk etmək üçün bir səbəbdir. Yəni, oruc olan insan haramlardan uzaqlaşar. Həmçinin oruc ilə insan şəhvətlərinə qalib gələ bilər. Yəni, şəhvətlərə qalib gəlməyin özü də bir işdir, özü də bir səy tələb edir, özü də bir çalışqanlıq tələb edir və bir bacarıq tələb edir. Bu bacarığı biz orucla əldə edə bilərik. Ona görə ki, insan nəfsi tox olanda şəhvətlərə meyllənər və insan nəfsi ac olanda neyniyər? Nəfsinin istəklərindən imtina eləyər. Odur ki, oruc da bizə bu işdə yardımcı olan bir ibadətdir. Həmçinin oruc tutmaq insanın Allahın mərhəmətinə qazanmasına bir səbəbdir və eyni zamanda insanın da kasıblara, fağırlara bir mərhəmət göstərməsinə bir vəsilədir. Həmçinin oruc tutmaqla biz şeytanı alçaldırıq, şeytanı qəhr edirik və şeytanı zəiflədirik. Və şeytan zəiflədikcə insana olan vəsvəsəsi də zəifləyər və insan da vəsvəsə azalanda asiliklərdən uzaq olar. Həmçinin orucda Allahın Subhanahu wa Ta'ala'nın bizi izləməsini dərk etməkdə bizim üçün bir deməli, təlim vardır. Çünki bəzən insan qəflətdə olur və Allahın onu izləməsini dərk eləyə bilmir. Amma oruc olanda insan bunu öz nəfsinə tərbiyə elətdirə bilir ki, insan həmişə Allahın səni izləməsini neynəsin? Öz nəfsinə diktə eləyə bilsin. Və belə olanda insan nəfsinin istəklərini tərk eləyir və bilir ki, yəni mənim nəfsim bunu istəyir. Amma Allah ki məni görür, Allah ki məni izləyir, Allah mənim etdiyimə şahiddir. Və bu deməli hisslərlə, bu düşüncələrlə insan nə edir? Şəhvətlərdən və günahlardan uzaqlaşır. Həmçinin oruc tutmaq insanı dünyada deməli zahid eləyir. Dünya malına bağlılığını azaldır və şəhvətlərə qarşı onu nə edir? Dayanıqlı eləyir. Yəni şəhvətlərini azaldır və Allah dərgahında olanlara onu rəğbətləndirir və orucun bundan başqa faydaları da çoxdur. Bu qədəri ilə bizə bilmək kifayətdir. Və həmçinin dəyərli bacı və qardaşlar, burada bəzi məsələlər var, mühüm məsələlərdir və bəzən insanlar bunu bizdən soruşurlar və sizdən də soruşa bilərlər və bilməyinizdə fayda vardır. Əgər bir insan oruc ola-ola günəşin batdığını fikirləşərək, yəni hava tutqundur, elə bilir ki, artıq gün batıb, məğrib namazının vaxtı girib və hər hansı bir səbəbdən vaxtı səhv salıb, elə zənn edib ki, artıq iftar eləyə bilər. Yaxud da ki, məsələn, insan səhur eləyir, elə bilir ki, sübhün vaxtı hələ girməyib. Amma sən demə, sübhün vaxtı yarım saatdır, 1 saatdır sübhün vaxtı daxil olub, amma bu hələ nə eləyir? Yiyir. Və ona aydın olanda ki, sən demə, məsələ belə deyilmiş, yəni ya iftarı tez edib, ya sahuru gecikdirib, belə halda əgər insan bunu bilmədən edibsə, onun orucu səhihdir. Yəni, orucu səhihdir, onun üzərində heç bir şey kəffarə və ya qəza yoxdur. Həmçinin bilmək lazımdır ki, şəriətdə imsak vaxtı deyən bir vaxt yoxdur və ya iftar vaxtı deyən xüsusi bir vaxt yoxdur. Yəni, bunun üçün təqvim hazırlamaq, müəyyən bir şey eləmək, əslində buna ehtiyac yoxdur və insanların əksəriyyəti bunu bilmədiklərinə görə bəzən görürsən, qardaşlar təqvimlər hazırlayırlar ki, insanlar iftarın və imsakın vaxtını bilsinlər, amma əslində buna gərək yoxdur. Sübhün vaxtına vaxt gedirsə, sən yemək içməkdən imtina edirsən, dayandırırsan, məğribin vaxtı girən kimi də iftar edirsən. Yəni, sənin imsakın da, iftarın da namazın vaxtı ilədir. Həmçinin bilmək lazımdır ki, Ramazan ayının ayinlərini yerinə yetirmək üçün müasir texnologiyadan istifadə etmək icazəlidir. Yəni, hilalı görmək üçün, yəni Ramazan ayının girməsini izləmək üçün və ya ayın qurtarmasını izləmək üçün teleskoplardan istifadə etmək icazəlidir. Həmçinin bir məsələ, mühüm məsələ də var. Onu da inşallah öyrənək və dərsimizi yekunlaşdıraq. Bir çox hallarda insanlar təyyarə ilə səfər edirlər. Yəni, uzun yolçuluğa çıxırlar və bu zaman
Bəzən görürsən kimsə iftar vaxtı olanda təyyarəyə minir və gedir və deyir ki, mən gedirəm, hələ günəş batmayıb və s. Nə etməlidir? Bu halda birinci hal budur ki, insan öz ölkəsində olanda gün batsın. Yəni, məsələn, sən aeroportdasan, hava limanındasan, təyyarəyə minməmsən və ya təyyarəyə minmirsən, artıq gün batıb. Gün batdısa, sən iftarı eləyirsən. Sən iftar elədin, təyyarə qalxdı səmaya. Təyyarə səmaya qalxandan sonra sən günəşi gördün. Çünki təyyarə yəni bir neçə saniyə ərzində və ya dəqiqə ərzində yüksəkliyə qalxır və sən günəşi görə bilərsən. Belə halda sən yerdə olanda iftar etdiyinə görə günəşi görməyin sənin orucuna heç bir maneəsi yoxdur. Yəni, sən artıq iftarını eləmiş sayılırsan. Yaxud, məsəl üçün, sən minmirsən təyyarəyə və təyyarə qərbə doğru istiqamətlənir. Məsələn, sən qalxmırsan təyyarə, mindin təyyarə, iftar elədin yerdə və mindin təyyarəyə və təyyarə qərbə doğru gedəndə günəşin ardınca gedir. Aydındır. Əgər sən öz ölkəndə iftar eləmisənsə, sən artıq orucunu tamamlamış sayılırsan. Çünki sən öz əlində olan imkanın, bacarığın nə idisə, onu etmirsən, o sənə kifayətdir. İkinci hal isə budur ki, məsələn, günəş batmamışdan, deyək ki, məsələn, sən təyyarəyə minmirsən, iftara bir 5 dəqiqə, 10 dəqiqə qalıb. Və təyyarə qalxdı havaya. Sən hələ iftar eləməmsən və təyyarə havaya qalxdı və sən günəşi gördün, yaxud da ki, təyyarə qərbə doğru hərəkət eləməyə başladı. Belə bir halda sən deməli, hələ ki, oruc sayılırsan, yəni iftar eləmirsən. Baxmayaraq ki, sənin gəldiyin və səfərə çıxdığın ölkə artıq iftar eləyib yerdə olan insanlar. Amma sən təyyarədəsən və hələ günəş batmayıb sənə görə, ona görə də sən günəş batana qədər nə olursan? Oruc olursan, yəni orucunu açmırsan. Allah Teala Quran-Kərimdə buyurur ki, "Thumma atimmus siyama ilal-leyl." Sonra isə orucu gecə olana qədər tamamlayın. Və beləliklə, bu da Bəqərə surəsi 187-ci ayədir. Və beləliklə, əziz qardaş və bacılar, bizim bugünkü İslam fiqhi dərsimizdə mövzumuz yekunlaşdı. Vallahu aləm. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi əcməin.